70 yaşı var və ayağının bu hissəsində bərkimə qaralma hissəsini görə bilirsiniz. Biz bu xəstəyə 2023-cü ildə, yəni 2 il bundan öncə Doppler etmişik və Doppler müayinədə də varikozların olduğunu, amma bu varikozların tibbi dildə belə deyirik, hemodinamik əhəmiyyətsizdir. Yəni sağlamlıq baxımından problemli olmadığını yazmışıq. Varikozlar var, amma sağlamlıq baxımından əhəmiyyətsizdir. Yəni bu xəstənin ayağının qaralmasının bu varikozlarla zərrəcən əlaqəsi yoxdur deyə qeyd etmişik. Buna baxmayaraq, təəssüf olsun ki, xəstə gedib bu damarlarını əməliyyat elətdirib. Və əməliyyatdan sonra xəstənin bu qaralması təkrar daha da artmış. Bugün təkrar yenə bu qıvrımlar müşahidə olunmaqdadır. Çünki xəstə damar cərrahı flebolog tərəfindən deyil, radiolog tərəfindən əməliyyat olunub. Radiolog tərəfindən yalnız içəridə olan damar əməliyyat olunub və üstdə olan şaxələrə hər hansı bir müdaxilə aparılmamışdır. Bu baxımdan təkrar yenə varikozlar görünür və xəstəyə təkrari əməliyyat təklif olunmuşdur. Amma buna baxmayaraq, daha əvvəlki 2 il bundan öncəki Dopplerdə yazdığımız kimi bugün də eyni şeyi deyirik. Bu xəstənin ayağının bu qaralmasının bu damarlarla əlaqəsi yoxdur. Bu adam əməliyyat olunmalı deyil. Əksinə əməliyyat olunduğu halda bu vəziyyət daha da artacaqdır. Xəstə nə etməsi lazımdır? Bu sklerozlaşan paniklit adlanan xəstəlikdir. Xəstəyə revmatoloq lazımdır. Əks halda qaralma daha da artıb və vəziyyət pisləşəcəkdir.